Salam əziz izləyicilər, hər birinizə xoş gördük. Güvənin bugünkü buraxılış imtahanının izahını sizlərə təqdim edirəm. İzaha başlamadan əvvəl sizlərdən kiçik bir ricam, videonu bəyənməyi və kanalı izləməyi unutmayaq. Başlayaq 31-ci sualdan. Zərf işlənməyən cümləni müəyyən edin. A. O əlini üzünə çəkib saçını yığdı. Burada zərf varmı? Xeyr, burada feili bağlama var. Bu əlini üzünə çəkməyə, yəni feili bağlama tərkibi var burada. Zərf yoxdur. Uşaq yerə döşənib hönkür-hönkür ağladı. Hönkür-hönkür tərz hərəkət zərfi. Burada birdən-birə istiqamətini dəyişdi. Birdən-birə tərz hərəkət zərfi. Yağışın yenicə islatdığı cığırla addımladı. Yenicə, indi zaman zərfi. Atlar tez yanımızdan ötüb kəndə keçdilər. Tez tərz hərəkət zərfi. B, C, D, Y bəndlərində zərf var. A bəndində zərf yoxdur. 31-ci sualın cavabı olur A bəndi. Hansı cümlədə kimi sözü köməkçinin hissəsi kimi işlənməmişdir? Yəni kimi sözü köməkçinin hissəsi kimi necə işlənir? Qoşma kimi. Gəlin görək, qoşma kimi hansı cümlədə işlənməyib. Göylər yaralı şir kimi bəkdən nərildədir. Yaralı şir kimi bənzətmə qoşmasıdır burada. Onun dərdi də bahar yağışı kimi ötüb keçdi. Necə nətərdə bahar yağışı kimi yenə bənzətmə qoşmasıdır. Qızlar durna qatarı kimi sıralanıb süzürdülər qoşmadır. Dünənə kimi zaman məsafə bildirir burada. Qanı qara idi, indi işləri düzəlib. Baxın, A, B, C, D-yə B, C, D hamısında qoşmadır. Kimi yorulduğundan yatır, kimi də qəzet oxudur. Burada isə qeyri-müəyyən əvəzlikdir. Qoşma işlənməyib. 32-ci sualın cavabı olur Y bəndi. 33-cü sual. Onlar doğma adamlar kimi görüşdülər cümləsində cümlə üzvlərinin işlənmə aracını müəyyən edin. Əvvəlcə təhlillə nə etdilər? Görüşdülər. Kim? Onlar necə görüşdülər? Adamlar kimi, doğma adamlar kimi. Onlar mübtəda, doğma təyin, adamlar kimi. Zərfli, görüşdülər, xəbər. Cavab olur, mübtəda təyin, zərfli, xəbər, A bəndi. 34-cü suala keçirik. Həm baş, həm də budaq cümləsi müəyyən şəxsli olan tabeli mürəkkəb cümlələri müəyyən edir. Yəni, həm müəyyən şəxs olacaq, həm də tabeli mürəkkəb cümlə. Yəni, tərəfləri hamısı müəyyən şəxs olmalıdır, həm də tabeli olmalıdır. Əvvəlcə biz tabeli mürəkkəb cümlələri müəyyənləşdirək. Onun gözləri doldu, biz özümüzü görməzliyə vurduq. Və bu tabesi mürəkkəb cümlədir. Zaman əlaqəli tabesi mürəkkəb cümlə. Elə ki, dostlarım gəldilər, ağır acılarım yox oldu. Bu tabeli mürəkkəb cümlədir. Zaman əlaqəli, yəni zaman budaq cümləsidir bu. Birinci bura budaq cümlədir. Bu da baş cümlədir. Ağır acılarım nə zaman yox oldu? Dostlarım gələndə. Bax, ikisi də müəyyən şəxsidir. Cavab kimi götürürük. Bir olan bəndləri çıxdıq. Cavabımız ya budur, ya budur. İkini götürdüyümüz üçün üçü çıxırıq. Əgər kömək etsəydilər, əvəzini görədilər. Bunlar müəyyən tabeli mürəkkəb cümlədir. Şərt budaq cümləsi. Amma tərəfləri müəyyən şəxs deyil, qeyri-müəyyən şəxsidir. Üçü çıxırıq. Səni çağırmaqda məqsədim odur ki, mənə kömək edəsən, sən mənə kömək edəsən, məqsədim odur. Hər iki tərəfi müəyyən şəxsli cümlədir. Xəbər budaq cümləsidir. Cavab oldu C. 35. Nümunələrdən hansı həm sabit, həm də frazo birləşmə kimi işlənə bilir? Uçub tökülmək mürəkkəb söz birləşməsi deyil. Kömək etmək mürəkkəb sözdür. Aralarında söz olmaq bu frazo birləşmə kimi işlənir. Bu sabit söz birləşməsi kimi işlənə bilmir. Qulaq asmaq ancaq sabit söz birləşməsi kimi işlənir. Aradan götürmək, kimisə yox eləmək mənasında. Bir də var, nəyisə aradan, ortadan götürmək mənasında. Həm sabit, həm də frazo birləşmə kimi işlənə bilir. 36-cı sual. Hansı cümlədə o əvəzliyindən sonra virgül qoyula bilər? Bildiyimiz kimi o əvəzliyi həm ism əvəzləyə bilir, şəxs əvəzliyi kimi, həm də sifət əvəzləyə bilir. O əvəzliyindən sonra virgül nə zaman qoyulur? İsmi əvəz etdikdə və ondan sonra, yəni o əvəzliyi ism əvəz eləyib və ondan sonra isim, sifət, say, zərf, feillərdən feili sifət, köməkçinin hissələrindən modal söz və bəzən də iddia gələrsə virgül qoyula bilər. İndi baxaq görək, hansı cümlədə o-dan sonra virgül qoyula bilər. O tayda bir atlının meşəyə girib gözdən itdiyini gördü. Yəni, o tayda burada sifət əvəz edib, virgül qoyulmaz. O düz bir həftə idi ki, evə gəlmir. Bəli, ism əvəz edib, amma ondan sonra ədat gəldiyi üçün virgül qoyulmaz. O evi təmir etdirməkdən ötürü gecə-gündüz dayanmadan işləyir. Baxın, burada iki formada düşünə bilərik. Bir var, o evi təmir etdirməkdən, işarə məqsədi. Bir də var, o evi təmir etdirməkdən ötürü gecə-gündüz işləyir.
Bax, burada vergül qoyula da bilər, qoymur. Cavabımız bu olacaq. Vergül qoya bilərik. O çox sadə adamdır. Yenə ədat gəlib, vergül qoyulmaz. O da gedəndən bəri bağlayıcı gəlib, iştirak bağlayıcı, yenə vergül qoyulmaz. Sualın cavabı olacaq C variantı. O evi təmir etdirməkdən ötürü gecə gündüz dayanmadan işləyir. Burada odan sonra vergül qoyula bilər. Hansı cümlədəki ilk isim adlı halda işlənib? Cümlələri baxaq görək hansında ilk isim. Məsələn, A bəndində çay kənarında onları bir yerdə görsələr nə deyirlər? Burada bu cümlədə ilk isim çay sözdür. Bu çay kənarı ikinci növ təyinli söz birləşməsidir. İsim birləşmədir. Bu qeyri-müəyyən yəlik haldadır. Mal otaran naxırçılar boş səhəngi tapıb gətirdilər. Malı otaran naxırçılar təsirli halda, qeyri-müəyyən təsirli hal. Qoyun kəsib kasıblara paylayanlar da var idi. Qoyunu kəsib, qeyri-müəyyən təsirli hal. Balıq qoxusu verən nəm havanı ciyərlərimə çəkdim. Balıq qoxusu, ikinci növ təyinli söz birləşməsi, isim birləşmə, qeyri-müəyyən yəlik hal. Onun qızılı saçları suyun üzünə dağılıb qıvrılırdı. Bu cümlədəki ilk isim saçlarıdır və mənsubə şeysi söz qəbul edib. Saçları dağılıb qıvrılırdı, adlı halda işlənmiş isimdir. Cavab oldu Y variantı. 38-ci suala baxaq. Hansı cümlədə sifət işlənməmişdi? Böyük əsərlər zəngin həyat təcrübəsinə malik insanların qələmindən çıxır. Böyük sifətdir, zəngin sifətdir. Və təcrübəyə malik olan, malik necə sifətdir. Kitablar hər bir xalqın böyüklüyünün aynasıdır. Böyüklük sifətdən düzəlmiş isimdir, sifət deyil. Sadə düşüncələr heç vaxt böyük nəticələr gətirib çıxarmaz. Sadə, böyük. Başqa var, yox, bunlar ikisi sifətdir. Cümlə tabesiz mürəkkəb cümləyə çevrilir. Tabesiz mürəkkəb cümlə. Necə cümlə? Tabesiz mürəkkəb cümlə. Sifətdir. Həmciz xəbərlər intonasiyaya bağlanır. Necə xəbərlər? Hansı xəbərlər? Həmciz xəbərlər. Sifətdir. Cavab olur. 38-ci sualın cavabı olur B bəndi. Bu cümlədə sifət yoxdur. 39. Cümlələrin birində mürəkkəb sözün əmələ gəlmə yolu fərqlidir. Mürəkkəb sözlər müxtəlif yollarla əmələ gəlir. Gəlin görək burada hansı mürəkkəb sözün əmələ gəlmə yolu fərqlidir. Qızlara nə isə deyir, onlar da xısın-xısın gülüşürlər. Tərəflərindən biri və hər ikisinin aylıqda işlənməyən sözdür. Uşaqlarınızı belə həlləm-qəlləm adamın yanına göndərməyin. Həlləm-qəlləm tərəflərindən biri və hər ikisi aylıqda işlənməyən sözdür. Paltarın ətəyi dolaşa-dolaşa tələsik qapıya doğru addımladı. Yəni, eyni sözün təkrarından yaranmış, yəni A şəkilsiz artırmaqla feilə yaranmış mürəkkəb sözdür. Belə kələ-kötür yollara görə çox işlər görmək lazımdır. Kələ-kötür tərəflərindən biri və hər ikisi aylıqda işlənməyən sözdür. Xəbəri eşidən uşaqların hamısı maddım-maddım üzümə baxdı. Tərəflərindən biri və hər ikisi aylıqda işlənməyən mürəkkəb sözdür. Deməli, A, B, D, Y eyni yolla yaranıb, C bəndi isə fərqli yolla yaranıb. 40-cı sualla davam edək. Hansı cərgədəki sözlərin hər ikisinin yazılışı səhvdir? A bəndi uzlaşdırmaq, təbaşir. Yəni, burada təbaşir yazılmalı idi. Burada biri səhvdir, uzlaşdırmaq düzdür. Servis kələğay yox, kəlağayı. Burada da kəlağay səhvdir. Rühani yox, ruhani. U olmalıdır. Vəsfi hal yox, vəsf. Vəsf eləməkdir. Vəsfi hal. Kitab, lövhə. Lövhə səhvdir. Xaloğlu yox, xalaoğlu. Uçuq düz. Hər ikisinin yazılışı səhv olan söz, yəni sözlər C bəndindədir. 40-cı sualın cavabı olur C bəndi. İndi keçək mətnlərin izahına. Birinci mətn çətin seçim mətnidir. Mətni diqqətlə oxuyursunuz. Yəni çalışın ən azı 2 dəfə oxuyun. Yəni birinci dəfə oxuduqdan sonra suallara nəzər yetirin. Suallara istəsən baxandan sonra görəcəksiniz. Bir dəfə oxuduq, yenə yadınızda qalacaq. Yenidən təkrar qayıdıb mətni bir dəfə də oxuyun. Yəni ən azı 2 dəfə oxuyun ki, suallara tam dolğun cavab verə biləsiniz. 41-ci suala baxın. Mətnin əsas ideyalarından biri budur ki, qərarlar necə alınır? Məsələn, bu formada. Baxın. A bəndi, məsələn, qərarlar sadəcə texnikanın verdiyi imkanlara əsaslanmalıdır. Yəni, düzdür, texnika nəzərə alınmalıdır, amma bir şey, mətn bunu göstərir ki, sadəcə texnikalara güvənmək olmaz. Məsələn, tutaq ki, Nurbek deyir ki, bu tırtıldır da, yəni çox gözəl işləyir. Amma bu nədir, bu kim idi? Trofimov nə deyir? Deyir ki,
ağılla hərəkət eləmək lazımdır. Yəni relyefin dik olduğunu vurğulayır. Yəni relyef kimi xarici amilləri də nəzərə almalı. Sadəcə traktorun gücü, yox, texnikanın gücü deyil. Yəni relyefə də baxmaq lazım. Çünki bu qalxa bilər. Amma sonra relyef dik olanda aşacaq axı. Bu da istərseniz insanlar üçün nədir? Təhlükə mənbəyidir. Yəni sadəcə texnikanın verdiyi imkanlara əsaslanmalı deyil. Relyef də hökmən nəzərə alınmalıdır ki, bunu da vurğulayır. Burada ağıllı hərəkət etmək lazım. Özümüzü təhlükəyə atmaq lazım deyil. Sonra yalnız səlahiyyətli şəxslər tərəfindən verilməlidir. Xeyr. Düzdür, səlahiyyət vacib olsa da, amma təcrübə və məntiq də lazımdır da. Yəni bəlkə səlahiyyətli şəxs cavandır, təcrübəsizdir, amma yaşlı insan təcrübəlidir. Necə deyiləcək? Yəni mətndə olduğu kimi, yəni Trofimov təcrübəlidir, yəni yaşlı nəsil nümayəndəsidir, amma Nurbek gəncdir, həyəcanlıdır, enerjilidir, riski sevir. Bu da istərseniz də görürsünüz ki, yəni işin gedişatına mənfi təsir göstərir. Sadəcə mövqe doğru deyil, yəni mətnə görə. Çətinliklərə meydan oxumağın sübutu olmalıdır. Yəni bu sadəcə niyə çətinliklərə özünə risk atasan ki? Yəni insan həyatı daha önəmlidir. Kör-körənə risk almaq deməkdir, düzdür? Yəni kör-körənə risk almaq da doğru bir şey deyil, yəni. Təhlükə, real təhlükə varsa, ehtiyatı əldən vermək lazımdır. Necə deyirlər? Ehtiyat igidin yaraşığıdır. Yəni mən bunu bacararam deyib gedib traktorun altında qalmaqdansa, görürsən nə deyir? Deyib çətin yerdə gedib başqa yerdə işləyək də. Demək ki, yox, işi buraxaq təmiz. İmkanları nəzərə alaraq müəyyən edilməlidir. Əlbəttə ki, bəli, bütün imkanlar baxın burada nəzərə alınmalıdır. Mətndə də qərarlar verilərkən həm texnik imkanlar, həm də mövcud şərait nəzərə alınmalıdır ki, Trofimov da nədir? Bunu deyir. Bunu deyir ki, bu formada qərar alınmalıdır. Yəni nə kör-körənə risk almaq lazım, nə də həddən artıq ehtiyat olmalıdır. Sadəcə baxırsan imkana görə, ondan sonra qərar verirsən. Yəni sualın cavabı olacaq Y variantı. Gəlir 42-ci suala. Mətndə ifadə olunmuş əsas problem nədir? Buradakı əsas problem gördüyümüz kimi Nurbeklə Trofimov arasındadır, düzdürmü? Nurbek gənc nəsildir. Trofimov isə təcrübəli yaşlı nəsildir. Yəni bunlar arasında təcrübəyə əsaslanan yaşlı nəsillə biliyə əsaslanan gənc nəsil arasında qarşı durma var burada. Nurbek deyir, işləyin. Yəni texnikaya güvənir və Trofimov isə öz təcrübəsinə dayanaraq ehtiyat olmağı vurğulayır. Yəni gənclə yaşlı nəsil arasındakı təcrübə və biliyə əsaslanan bir qarşılaşdırma mövcuddur. Yəni Trofimov yaşadığı həyat təcrübəsinə görə bu qərarı verir, amma Nurbek isə tutaq ki, nəzəri biliklərinə görə. Ya bu tırtıldı, çox yeri dırmaşa bilər. Amma həyatda amma belə deyil axı. Dırmaşır, amma sonra aşır axı bu. Yəni Trofimov bunu demək istəyir mətndə ki, bəli, gənc nəsil bu təcrübə isə başqa şey deyir, nəzəriyyə başqa şey deyir. Ona görə də cavabımız olacaq D variantı. Yəni digər bəndlər müxtəlif peşə sahiblərinin işə eyni dərəcədə məsuliyyətlə yanaşmaması əlaqəsi yoxdur. Hər obraz işə məsuliyyətlə yanaşır. Sadəcə yanaşmaları fərqlidir. Məsuliyyətsiz yanaşma söhbətdən getmir burada. Trofimov riskləri nəzərə alır, düzdür? Nurbek də istəyir ki, iş getsin. Yəni, ikisi də məsuliyyətlə yanaşır. Mürəkkəb iş şəraitinin işçilərdə psixoloji sarsıntıya səbəb olması, iş şəraiti çətin olsa da münaqişə psixoloji gərginlikdən qaynaqlanmır. Əsas problem dediyimiz kimi təhlükə və riskə fərqli yanaşmadır. Yəni, psixoloji problem deyil burada. Sarsıntı psixoloji ilə əlaqəli deyil. Yəni. Burada əsas məsələ nədir? Əsas məsələ işlə risk, yəni təhlükə, risk. Səlahiyyət sahiblərinin iş və şəxsi münasibətlər arasında tarazlıq qura bilməməsi, xeyr, o deyil. Dediyimiz kimi cavab D variantıdır. Gəlirik 43-cü sual. Mətnin məzmunu ilə bağlı yanlış fikirləri müəyyən edək. İşçilər Trofimovun mövqeyini dəstəkləyərək Nurbeki tək qoyurlar. Bəli, mətnə görə ki, yavaş və digərlər də Trofimov gedir, digərlər də buna baxıb nədir? Gedirlər. Yəni, bunu daha məntiqli hesab edir. Heç kim özünü təhlükəyə atmır. Yəni, nəticədə Nurbek tək qalır. Bu doğrudur. Nurbek işçilərin tərəddüdünü zəiflik və qorxaqlıq kimi qiymətləndirir. Əlbəttə ki, burada nə deyir? Siz hamını qorxaq öyrətmisiniz. Bəli, bu qorxaqlıqla qiymətləndirir. Bu da doğrudur. Trofimov sözünə ciddi yanaşılmadığını görüb işdən çıxmaq qərarı almır. Sadəcə həmin o əmri yerinə yetirmir. Yəni, işdən çıxmır. Sadəcə oradan uzaqlaşır. Yəni, mübahisə daha da qızışmasın deyə oradan uzaqlaşır. Nurbek qərarının müzakirə olunmasına dözümsüz münasibət göstərir. Bəli.
müzakirə edilməsində dözümsüz və onlara sərt tənqid edir ki, həddini aşırırsınız və s. Səlahiyyətini şübhə altına alan hər hansı bir fikrə qarşı sərt reaksiya göstərir. Bu da doğrudur. Deməli 1, 2, 4-ü çıxırıq. Cavabımız nə olur? Yalnız 3. C variantı. Mətndə çərçivə içərisində verilmiş ifadənin qarşılığı işlənmiş cümlələri müəyyən edin. Mətndə çərçivə içərisində işlənmiş həddini aşmaq ifadəsi. Bu, belə deyək ki, ağ eləməkdir, yəni normadan artıq, yəni ağ eləməkdir, yəni artıq bizlə danışıq, sərhəddi keçirik və s. və s. Bu formadadır. Verilən cümlədə də ərzağı çəkərsən onun ağ elədiyini görür və həddini aşdığını görür. Sizdən xahiş edirəm, mənimlə danışanda həddinizi aşmayın, sərhəddi keçməyin. Bu günlərdə qardaşım heç sən deyə bilmirəm, tez özündən çıxır, burada yoxdur. Son günlər yerə göyə sığmır, üzündən təbəssüm əski olmurdu, yoxdur. Münasibətlərimiz çox uzağa getmədən, həddini aşmadan onun iç üzünü öyrəndim. Deməli, çərçivə içərisində verilmiş ifadənin qarşılığı 1, 2, 5-ci cümlə. Cavab B variantı olur. Mətnə görə liderlik üçün aşağıdakı xüsusiyyətlərdən hansı daha vacibdir? Baxaq, 1-1. İnsanlarla ünsiyyət bacarığı var. Güclü xarakter və sərtlik, sürətli qərar vermə bacarığı, risk etmək qabiliyyəti, tənqidlərə yol verməmək. Diqqətlə fikir veririk ki, bax, lider olmaq üçün insanlarla normal danışıq qabiliyyətinin olmalı. Yəni, bu mətninə görə, məsələn, Nurbeki niyə qəbul etmirlər? Nurbek bir növ onları təhqir eləyir. Yəni, texniki bilikləri və güclü xarakteri malik olsa da, insanlarla ünsiyyətdə sərt və tənqid edici yanaşır. Düzdür? Bu da işçilərin ona qarşı çıxmasına və nəticədə tək qalmasına səbəb olur. Əgər o işçilərlə normal münasibət bəsləsəydi, belə onun Trofimovun fikrinə hörmətlə yanaşsaydı, bəlkə belə deyək də problemi altdan alsaydı, bəlkə Trofimov bir dəfə yoxlayaq desəydi, nəsə belə fikirlər desəydi, Trofimov onu dediyini eləyər. Yoxsa sən qayıtdın ki, sən qorxaqsan, siz qorxaqsınız, bir işi bacarmırsınız və s. və s. Əlbəttə ki, sən heç kim dinləməz. Səni yarı yolda qoyub gedərlər. Yəni liderlik təkcə güc və cəsarət tələb etmir. Həm də insanları bir məqsəd altında toplamaq bacarığın olmalı. Yəni bu da ünsiyyətlə olur. Cavabımız olacaq A variantı. Yəni güclə tutaq ki, nə olsun, tutaq ki, sərt gəlir, səlahiyyəti var, bir növ gücü var, amma işi yerinə yetirə bilirmi? Xeyr, yerinə yetirə bilmir. Çünki tək qalır, qoyub çıxıb gedirlər, sonra qulaq asmırlar. Sürətli qərar vermə bacarığı, qərar verməsi prosesi həll eləmir. Yəni qərar prosesi həll eləmir. Yəni qabağındakını inandırmalısan, qabağındakı sənə güvənməlidir. Yəni qabağındakı 20 illik təcrübəsi var, sən dünən gəlmirsən, deyirlər bu nə danışır ki, mən özümü niyə öldürürəm buna görə. Risk etmə qabiliyyəti, yəni risk etmə qabiliyyəti ünsiyyətlə, yəni belə deyək ki, yəni qarşındakı sənə tam güvənəndən sonra sənin üçün riskə edə bilər. Yoxsa belə sən onunla adam kimi rəftar eləmə, bu getmir yəni. Tənqidlərə yol verməmək. Lider ümumiyyətlə tənqidi qəbul eləməli, onu analiz eləməli. Lazım gəlsə öz mövqeyini yenidən nəzərə keçirməlidir. Nurbek isə Trofimovun dediklərini heç qəbul etmir. Deyir, sən nə danışırsan, sən səhv deyirsən. Bu belə olmalı, deyil olmalı. Yəni bütün hamısının kökündə insanlarla ünsiyyət bacarığı durur. Cavab olur A variantı. Gəlirik 46-cı suala. 46-cı sualda bizə mətnə görə cədvəli tamamlayaq. Səbəb nəticə cədvəli verilib. Ona görə biz tamamlayaq görək nə deyir bizdə, nə istəyir. Nəticədə Trofimov traktoru işə salmaqdan imtina eləyir. Səbəb nədir? Yəni relyefin təhlükəli olduğunu deyir, təhlükəli olduğunu vurğulayır. Traktorun aşma ehtimalını verir. Traktorun aşa biləcəyini vurur. Yəni təhlükəli olduğunu vurğulayır ki, hərəkətə gətirməyin təhlükə ola bilər. Düzdür? Yəni relyef sərtdir, dikdir, bunu vurğulayır və traktorun hərəkətə gətirsək hər hansı bir təhlükə ilə qarşılaşa biləcəyini vurğulayır. Sonra deyir ki, öz təcrübəsinə əsaslanır. Məsələn, təcrübəsinə əsaslanaraq traktorun aşma riskinin yüksək olduğunu vurğulayır və s. Yəni insanların həyatını təhlükəyə atmaq istəmir, ona görə də işə salmaqdan imtina eləyir. Nəticə olaraq bunu vurğulayır. Bu şəkildə yaza bilərik. Nurbek Trofimovu sərt şəkildə tənqid eləyir. Trofimov əsəbiləşir. Nurbekin dediklərini qəbul etmir. Dediklərini qəbul etmir.
Yəni üz döndərib sahədən uzaqlaşır. Sahədən uzaqlaşır. Bax, bu kimi buna uyğun cavablar yazıb cədvəli doldura bilərik. Keçirik 47-ci suala. Burada deyir ki, mətndəki hadisələr əsasən cədvəldə təqdirə layiq haldır, xoşagəlməz haldır. Kimin, yəni xoşagəlməz hallar olur, kimin təqdirə layiq, yəni hərəkətlər olur, onu qeyd edəcəyik. Məsələn, Trofimovun təhlükə qarşısındakı hərəkəti. Yəni insanları təhlükəyə atmır, düzdür? Yəni insanların təhlükəsizliyinə önəm verir və ehtiyatlı davranır. Yəni işçilər təhlükəni görüb, yəni risk etmirlər də, təhlükənin üzərinə getmirlər. Risk etmirlər. Və bu təqdirə layiqdir. Niyə? Çünki risk edərlər, traktor aşar, yəni həyat təhlükəsi ilə üzləşə bilərlər də, həyat təhlükəsi ilə. Onlar tutaq ki, traktorun altına qalsa nə olacaq? Və s. və s. Və ən sonda da Nurbeklə mübahisəyə girmir. Sakitcə oradan uzaqlaşır. Bax, bu fikirləri oraya yaza bilərik. Ən əsas bunu qeyd. İndi gəlirik xoşagəlməz hal. Məsələn, ilk xoşagəlməz hal Nurbekin işçiləri aşağılaması, onlara qorxaq deməsi. Bunu vurğulayır, düzdür? Sağ ol. Sonra Nurbekin Trofimovun fikirlərinə hörmətlə yanaşmaması. Bax, bunu qeyd edə bilərik. Sonra məsələn, xoşagəlməz hal sonunda Nurbekin tək qalması və s. Bax, bu fikirlər yazıb cədvəli doldura bilərik. Gəlirik 48-ci sual. 48-ci suala yenə mətnə əsasən cədvəldir. Baxırıq indi. Nurbekin həyat amalı, Trofimovun həyat amalı nədir? Nurbekin həyat amalı çətinliklərdən qaçmamaq. Onların üzərinə getmək, yəni çətinliklərin üzərinə getmək. Riskə baxmayaraq işin icrasını vacib hesab edir. Əmr və qaydalara şərtsiz icra edilməsini tələb edir. Və s. bu fikirlər yazılır. İndi gəlir Trofimovun həyat amalı. Trofimovun həyat amalı nədir? Təcrübəyə əsaslanaraq ehtiyatlı qərarlar verir. Bax, bunu qeyd edə bilərik. Həyatı və insanları riskə atmadan ağıllı qərarlar verir. Bunu qeyd edə bilərik. Düşünmədən addım atmaq istəmir. Və s. bu fikirləri yaza bilərik. Gəlirik 49-cu sualda. 49-cu sualda deyir ki, altından xətt çəkilmiş ifadənin mənası. Altından xətt çəkilmiş ifadəyə baxaq görək nədir? İnsanları bada vermək. Yəni, insanları tələf eləmək, insanları ölümə vermək, insanları məhv eləmək, yox eləmək və s. Yəni, bada vermək, hədər etmək mənasındadır. İnsanları həyatını təhlükəyə atmaq kimi, sonra məhv eləmək, məhv etmək, ölümə vermək,
ölümə vermək, yox etmək, etmək və s. Buna uyğun cavablar yaza bilərik. Gəlirik Euler-Venn diaqrama. Euler-Venn diaqramını necə dolduracağıq? Bura Nurbecklə bağlı, Trofimovla bağlı, bir də hər ikisinin ortaq xüsusiyyətlərindən bağlı. Nurbeck gördüyümüz kimi risk etməyə meyillidir. Risk etməyə meyillidir. Trofimov isə nədir? Trofimov, bəli, təhlükəsizliyə üstünlük verir. Təhlükəsizliyə üstünlük verir. Bunu qeyd edə bilərik. Məsələn, Nurbeck çətinliklərdən qaçmağı düşünmür. Çətinliklərdən qaçmaq fikrində deyil. Trofimov isə nədir? Risklərdən uzaq durur. Risklərdən uzaq durur. Bunu qeyd edə bilərik. Müzakirə edərək qərar verməyə çalışır. Müzakirə edərək qərar verməyə çalışır. Yəni Nurbeck kimi tək öz başına qərarlar vermir. Məsələn, işin dayandırılmasını qorxaqlıq kimi qələmə verir. Qorxaqlığı zəiflik kimi qələmə verir. Trofimov isə yenə dediyimiz kimi təcrübələrə təcrübəsinə əsaslanaraq qərarlar verir və s. Və fərqli xüsusiyyətlər var. İndi ortaq xüsusiyyət yazaq. Məsələn, hər ikisi işin uğurla nəticələnməsini istəyir. Nurbeck yerinə Trofimov da itkisiz həyata keçməsini istəyir. Düzdür? Sonra məsəl üçün öz fikirlərinin doğru olduğuna inanırlar. Öz fikirlərinin doğru olduğuna inanırlar. Bax, Nurbeck deyir ki, belə olmalıdır, belədir, yəni tırtıldır, yaxşı çıxar. Amma Trofimov nə deyir? Deyir ki, bəli, risk var orada, relyeflə bağlı bunu göstərir. Sonra işi yüksək səviyyədə yerinə yetirmək istəyirlər və s. Və buna uyğun fikirlər yazıb Venn diaqramını doldura bilərik. İndi də gəlirik ikinci ağ yel mətninə. Ümumiyyətlə, çalışın hər zaman ikinci mətni daha diqqətli oxuyun. Niyə? Çünki birinci mətnlər adətən bədii mətnlər olur. Yəni, əgər yerlər dəyişdirilməyibsə da, bu 9-ların buraxılış imtahanında yerlərini dəyişmişlər. Yəni, adətən 90%, belə deyək, 99% deyək, birinci gələn mətnlər bədii mətnlərdir, sonraki mətnlər publisistik, elmi kütləvi dildə yazılır. Bəli, bunların dili birinciyə nisbətən daha ağır olur. Yəni, çalışın bu mətni daha diqqətlə oxuyun. Ən az 2 dəfə, hətta deyərəm 3-cü dəfə də oxuyun. Çünki bədii mətni 2 dəfə oxuyanda tam belə başa düşəcəksiniz. Bunu 2 dəfə başa düşməsəniz, 3-cüdə də oxuyun. Problem yoxdur. Yəni, vaxt itkisindən narahat olmayın, qorxmayın vaxt itkisindən. Bir dəfə oxuyandan sonra başlayın, məsələn, suallara nəzər yetirin. Yəni, bəzən olur ki, mətni bir dəfə oxumaqla bəzi suallara cavablandırmaq mümkündür. Ondan sonra yenə artıq ikinci və yaxud da 3-cü dəfə də oxuya bilərsiniz. Yəni, bu mətnin həqiqətən dili ağırdır deyə deyirəm. Siz özünüzdə görəcəksiniz ki, bu mətnin həqiqətən də dili ağırdır. Yəni, bir dəfə oxumaq kifayət eləmir zaten. 51-ci suala keçək. Ağ yelin dənli bitkilərə ən çox sümbüllənmə və çiçəklənmə fazasına təsir etməsinin əsas səbəbi nədir? Bax, son abzasda demək ki, bu sualın cavabı var. Zədələnmələr yarpaqların solmasına, sarılmasına, qurumasına və xırda dən hissənin yarılmasına özünü göstərir, biruzə verir. Bu hadisə dənli bitkilərə ən çox sümbülləmə və ya çiçəklənmə fazasına təsir edir. Bu onunla izah olunur ki, baxılan inkişaf fazalarında ağ yeli vaxtı yuxarıda yerləşmiş cavan yarpaqlar suyu və qida maddələrini daha tez mənimsir. Yəni, bunun onlara daha tez təsir etməsinin əsas səbəbi gənc yarpaqların suyu və qida maddələrini daha tez mənimsəməsidir. Gördük, yəni bunu oxuduq, yəni son abzasda yəni bu sualın cavabını müəyyənləşdirdik. Məsələn, digərinə fikir versək, transpirasiya nəticəsində bitkinin rütubət itkisinin azalması ümumiyyətlə ağ yel zamanı, yəni rütubət itkisi azalmır, əslində artır. Bu da bitkinin su itirməsinə səbəb olur. Buna görə çıxırıq.
Yaşlı yarpaqların suya ehtiyacının əvvəlki nisbət azalması. Mətndə heç yaşlı yarpaqdan söhbət getmir, axı cavan yarpaqlardan söhbət gedir. Bunu da çıxdıq. Bitkilərin kök sisteminin suyu daha sürətlə qəbul etməsi. O da suyu azaldır, kök sistemi suyu daha sürətlə qəbul etməsi problemini həll etmir yəni. Aydın olur mu? Bu onu həll eləmir. Yəni bu nə qədər zaten su azalır. Su azaldığına görə də bu problem həll olunmur ki, yəni bunu suyu daha sürətlə qəbul edib problemi həll eləyirmi? Səbəb olurmu? Xeyr, yəni sıxıntı yoxdur burada. Xırda dənələrin yaranması bitkinin müdafiə gücünü zəiflədir. Bu da müdafiə mexanizmini yox, su çatışmazlığının nəticəsidir. Yəni bu müdafiə mexanizminin nədir? Zəifləməsi deyil. Cavabımız olur C variantı. Gəlirik 52-ci suala. Mətnə görə uyğunluğu müəyyən edək. Mətndə bu haqda məlumat var, mətndə bu haqda məlumat yoxdur. Oxuyaq görək, mətndə haqda məlumat var, hansında yoxdur. Ağ yel ən çox kök sisteminə zərər verir. Mətndə kök sistemini yox, yarpaqlardan və sümbüllərdən bəhs olunur. Deməli, bu mətndə yoxdur. Gedir bura. Ağ yelin intensivliyi müxtəlif dərəcələrə bölünür. Bəli, bax, bu abzasda bir dənə fikir verin, bax bu hissəyə. Bu alim tərəfindən baxılan düsturun köməyi ilə dənli bitkilərin ağ yel tərəfindən zədələnməsi göstəriciləri hazırlanmışdır. Bununla bərabər o ağ yellərin aqrometeoroloji göstəriciləri müəyyənləşdirmək onlara intensivliyinə görə zəif, orta, intensiv və çox intensiv qradasiyalara ayrılmışdır. Bu mətndə var. Getdi bura. 1B, 2A. 1B olan bəndləri saxlayırsınız, digərlərini çıxırsınız. Cavabımız ya D olacaq, ya B olacaq. İndi baxırıq yenə diqqətlə. C. Ağ yel bitkilərin vegetativ hissəsinə ciddi ziyan vurur. Baxaq görək burada. Mətndə bitkilərin yarpaqlarının solması, saralması və qurumasından bəhs olunur ki, bu da bunu qəbul edə bilər ki, mətndə bəli vegetativ hissəyə, yəni tənəffüs hissələrinə ciddi ziyan vurur. Bunu qəbul eləyirik. Ağ yelin təsiri yalnız dənli bitkilərlə məhdudlaşır. Mətndə bu haqda məlumat var. Yəni konkret olaraq dənli bitkilərin təsirindən danışır, lakin digər bitkilərin təsiri barədə məlumat verilmir. Yalnız, yəni burada deyilmir də, yalnız dənli bitkilərlə bağlıdır. Yəni bu mətndə bunu məhdudlaşdırmır. Dənli bitkilər haqqında məlumat verir, amma onu məhdudlaşdırmır. Yalnız dənli bitkilərə aid. Yəni digərlər haqqında məlumat verilmədiyinə görə biz bunu mətndə bu haqda məlumat yoxdur kimi qəbul edirik. Aydın olur, yalnız dənli bitkilərlə məhdudlaşır fikrini qəbul etmirik. Ona görə bunu qoyuruq bura. Ağ yel kənd təsərrüfatının məhsullarını aşağı salır ki, ilk abzasda nəticədə kənd bitkilərini öldürücü ziyan dəyər məhsuldarlıq aşağı düşür. Bu da mətndə var. 1BCY 2AD cavab olur B variantı. 53. Mətnə görə cümləni tamamlaya biləcək fikri müəyyən edin. Ağ yel əsdiyi zaman bitkilər zədələnir. Çünki mətndə belə bir fikir olduğunu biz görürük. Bax, ağ yel əsdiyi zaman bitkilər zədələnir. Çünki bunların su balansı pozulur. Bax, belə kompleks amillər yüksək buxarlamaya səbəb olur ki, bu da bitkilərin su balansının pozulmasına gətirib çıxar. Yəni, ağ yel mürəkkəb meteoroloji hadisədir. Havanın aşağı nisbi rütubətinin, havanın yüksək temperaturunun, küləyin böyük sürətinin birgə təsirlə xarakteriz olunur ki, bunlar da olanda havanın, suların, bitkilərin su balansı pozulur ki, cavab olaraq da bunu nədir? Götürürük. Digərlərində sıxıntı yoxdur. Gəlirik 54. İzahlardan biri mətndə altından xətt çəkilmiş heç bir ifadəyə aid deyil. Bax, burada fonunda, dərəcəsində, digər xətlənmə fazasında, ən sonunda mənimsəməsin. 5 dənə söz var. Baxaq görək hansından bağlıdır. Cəmiyyətdə və təbiətdə hər hansı prosesin inkişafına ayrıca bir mərhələ deyilir. Baxaq görək bu nəyə aiddir? Cəmiyyətdə və təbiətdə hər hansı prosesin inkişafında ayrıca bir mərhələ, bu gedir fazaya. Gəlirik, baxın, çiçəklənmə fazası dövrü, mərhələsi.
Düzdürmü? Bax, çiçəklənmə, sümbüllənmə və çiçəklənmə fazası dövründə, mərhələsində. Bunu çıxırıq. Bu var. Bir şeyin, hadisənin cərəyan etdiyi əsas şərait, mühit, vəziyyət, imkan. Bunu nəyə baxırıq? Bir şeyin, hadisənin cərəyan. Burada da fonunda var ha, bax fonunda. Ağ yel elə bir yerdir ki, bu vaxt nisbətən yüksək temperatur fonunda, şəraitində və s. və s. Bu formada bunu əsaslandıra bilərik. Bunu da çıxırıq. Mühit. Qanunsuz olaraq başqasının halına, puluna, sahiblərinə yiyələnmək. Burada mənimsəmək sözü var. Bu mənimsəmək o mənada işlənməyib. Yəni, bu qəbul etmək mənasındadır. Yəni, bu mənimsəmək, burada sahiblənmək, yiyələnmək anlamına gəlmir mətndə. Düzdür? Ona görə də, bax, bunu cavab olaraq C-ni seçəcəyik. Bir şeyin müqayisəli kəmiyyəti, səviyyəsi bu dərəcə ilə bağlıdır. Da ki, bu dərəcəyə gedir. Dərəcə sözünə hər hansı prosesin fərdi bir-birlə bağlı olan göstəricilər nisbətidir. Bu da balans. Balans sözünün mənasıdır. O deyil, su balansının pozulması və s. 54-cü sualın cavabı oldu C. 55-ci sual. Bir neçə gün ardıcıl davam edən ağ yellər bitkilər üçün böyük təhlükə yaradır. Cümləsi hansı rəqəmin yerinə artırılaraq mətni genişləndirə bilər? Burada əsmə məsələsinə bax, mətndə fikir verək bura. Çox intensiv yellər bitkilərin vegetativ hissəsini güclü zədələyə bilər. Yəni, intensiv yellər. Bir neçə gün davam edən ağ yel bitkilərin üçün böyük təhlükə yaradır. Bunu həmin o cümlə, yəni 4-cü rəqəmin yerinə nədir? Artıra bilərik. Bax, onu bu hissəyə artırıb davam edə bilərik. Cavabımız olur D bəndi. 56. Mətndə nöqtələrin yerinə məzmuna uyğun ifadə yazın. Özünü büruzə verir, göstər. Baxın, zədələnmələr yarpaqların solmasında, saralmasında, qurumasında və xırda dən hissələrin yaranmasında özünü göstərir, yaza bilərik. Göstərir, büruzə verir. Büruzə verir, yəni bura yazaq qoy. Özünü göstərir. Göstərir, özünü büruzə verir. Və sair ifadələr yaza bilərik. Ağ yel hansı meteoroloji şərtlər altında yaranır? Bax, mətnin demək olar ki, ilk abzasında bu haqda məlumat verilib. Ağ yel mürəkkəb meteoroloji hadisədir və havanın aşağı nisbi rütubətinin 30%-dən az, havanın yüksək temperaturunun və külək sürətinin güclü olduğu şəraitdə. Biz ona qeyd edirik ki, bəli, bu cümlənin bu şəkildə hansı meteoroloji şərtlər altında yaranır? Havanın nisbi rütubətinin 30%-dən aşağı temperaturun yüksək və küləyin sürətinin güclü olduğu şəraitdə də yaranır. Bax, bu formada qeyd edə bilərik. 58-ci sual. Ağ yelin bitkilərə zərərini əks etdirən bir əlamət yazın. Son abzası deyəsən. Zədələnmələr yarpaqların solmasında, saralmasında, qurumasında və xırda dən hissələrinin yaranmasını özünü göstərir. Yaza bilərik. Yarpaqlar saralır. Yarpaqlar saralır və ya solur və ya quruyur. Sonra yaza bilərik. Xırda dən hissələri yaranır. Xırda dən hissələri yaranır və s. Bunu bu formada cavablandıra bilərik. İndi gəlirik növbəti 59-cu sual. Mətndə tünd qara hərflərlə verilmiş cümlə əsasən cədvəl dolduraq. Cümlədə məcazi mənada işlənmiş söz, həmin sözün həqiqi mənada işlənməsi. Ağ yellər vaxtı bitkilərin zədələnməsinin əsas səbəbi onların orqanizmində su balansının pozulmasıdır. Bax, burada cavab olacaq pozulmaz sözü. Yəni, su balansının pozulması, burada pozulmaz sözü nədir? Məcazi mənada işlənib. Ona görə də biz burada cədvələ bu hissəyə yazırıq. Su balansının burada pozulması sözü
pozulması. Bunu həqiqi mənada da işlədə bilərkən, pozulma məsələsini də tutaq ki, məsələn, yazdığım sözü tutaq ki, pozdum, sildim mənasında. Bəli, xətt pozuldu və s. Bu şəkildə qeyd edə bilərik. Sonuncu sual gəlir. Mətnə əsasən ağ yel elmi araşdırma obyekti olmuşdur. Hökmünü sübut edən fakt yazırıq. Bunu da yenə burada, baxın, əsas hissədə ikinci və üçüncü abzaslara fikir versək görərik ki, məsələn, Rus alimi Kaminski 1934-cü ildə ağ yel belə xarakterizə etmişdir. Bunu qeyd edə bilərik. Bir də 1966-cı ildə Rus alimi Suber Biller'in tədqiqatları göstərmişdir ki, bitkilərin ağ yellərdən zədələnməsinin səbəbi onun su təminatı ilə mümkün buxarlanma arasındakı uyğunsuzluqdur. Yəni, bu nəyə göstərir? Bu onu göstərir ki, yəni bunlar tədqiqat obyekti olub da, yəni alimlər bununla bağlı bir şey deyirlərsə, yəni elmi araşdırma obyekti olmuşdur. Və bu hissəyə o abzasdakı qeyd elədiyim fikirlərdən hər hansı birini yazıb sualımızı cavablandıra bilərik. Bəli, əziz onuncular, bununla da sınağımızın müzakirəsini yekunlaşdırdıq. Sonunda sizdən yenə kiçik bir ricam. Videonu bəyənməyi və kanalı izləməyi unutmayaq. Sağ olun, növbəti sınaqlarda görüşmək ümidi ilə.